Azərbaycan futbolunun tanınmış qapıçısı Şahruddin Məhəmmədəliyev Fransa ilə oyundan sonra açıq şəkildə üsyan edib. O, legioner limitlərinin ləğvinə qarşı çıxaraq yerlilərin meydanda imtiyazlı olmasının vacibliyini vurğulayıb. Şahruddin hesab edir ki, yerli futbolçuların inkişafı üçün bu imtiyazlar qorunmalıdır. Amma tarixi və faktlar onu biraz fərqli göstərir. Bir neçə il əvvəl Şahruddin Qarabağın əsas qapıçısı olsa da tez-tez səhvləri ilə yadda qalıb. Qurban Qurbanov ona uzun müddət şans verib ki, inkişaf etsin, amma nəticə gözlənilən kimi olmayıb. Bunun ardından əsas qapıçı legioner Mateusz Kaxalski olub və Şahruddin ehtiyatda qalıb. Türkiyələ də eyni vəziyyət təkrarlandığı üçün indi Kaxalskinin kölgəsində oynayır. Şahruddin indi milli və klub səviyyəsində öz qəzəbini ifadə edir. Qurban Qurbanova qarşı üsyan qaldırır. Azərkeşlər bu vəziyyəti müzakirə edir. Yerlilərin imtiyazı haqlıdır, yoxsa performans əsas olmalıdır? Azərbaycan futbolunda yerlilərin inkişafı və legionerlərin rolu yenidən gündəmə gəlib. Sizcə Şahruddin haqlıdır, yoxsa Qurban Qurbanov düzgün qərar verib? Fikrinizi şərhlərdə yazın və kanala abunə olmağı unutmayın.